Rustavidə tələbələrin sahəvi konfransı keçirildi. Konfransda müxtəlif sahələrdə tibb bacısı, əczaçılıq və bank iş üzrə mövzular təqdim olundu. Konfransın məqsədi kollec tələbələrinin peşə hazırlığının keyfiyyətini işə götürənlərə təqdim etmək, həmçinin təcrübə mübadiləsi, peşəkar əlaqələrin inkişaf etdirilməsi və peşə təhsilinin təşviqini dəstəkləməkdir. Biz Arsi Kollecinin təşkil etdiyi çox maraqlı bir konfransda iştirak edirik. Bu konfransda tələbələr 3 fərqli istiqamət üzrə çıxış etdilər. Bank işi, tibbacılığı və əczaçılıq. Gürcü dilli tələbələrlə yanaşı bizim üçün xüsusilə önəmlidir ki, çıxış edənlər arasında Qardabani Bələdiyyəsindən olan qeyri-gürcü dilli tələbələr də var. Onlar məktəbi bitirdikdən sonra təhsillərini Arsi Kollecində davam etdiriblər. Əslində bu 3 sahə insan həyatını müəyyən edən əsas istiqamətlərdir və çox sevindiricidir ki, gürcü tələbələrlə yanaşı qeyri-gürcü tələbələr də bu prosesdə fəal iştirak edirlər.